Gəlin smuzilər haqqında danışaq. Əvvəlcə xiyarı doğrayın, sonra matça əlavə edib əridin, sonra çiyələyi doğrayın, qatıq əlavə edin, çiyələk siropu əlavə edib qarışdırın, dondurun, matçaya batırın və dadlı bir şeydən həzz alın. Üç, iki, bir formalı konfetli kişmiş. Bugün şekerli kişmiş hazırlamaq çox asandır və cəmi 5 dəqiqə çəkəcək. Əla, əvvəlcə 2 stəkan şəkər tozu ilə yarım stəkan su siropunu qarışdırın və orta odda 300 dərəcəyə qədər qarışdırın. Üzümü buzla örtün və sonra səhər yeməyi üçün dadlı bir tikə üzüm yeyin, şişə batırın. Daha sonra isə üzərinə biraz şəkər əlavə edərək asanlıqla nuş edin. Belə də alınmadı. Əvvəlcə orta odda 2 stəkan şəkər tozu, yarım stəkan su və yarım stəkan qarğıdalı siropunu qarışdırın.由于 current duration, target duration, 一节 current duration, target duration 亦需要执行扩写操作，目标是将语音时长增加，但每次修改影响不超过6个词，预期时长变化不超过1秒。因为差值非常大，所以即使扩写也无法在一次操作后达到目标，但是可以进行一次符合规则的扩写。Üzümləri bıçaqla kəsib buzla örtün, sonra üzümlərin bir hissəsini səhər yeməyi kimi ləzzətlə yeyin, şişə batırın, üzərinə şəkər əlavə edin və nuş edin. Sonra isə yeyin, zövq alın və ləzzətlə nuş edin.